Əziz dəyərli izləyicilərimiz, mən yenə qayıtdım. Kamran və yenə sizlərlə bərabərdir. Bugünkü yeməyimiz dietik tərəvəz kotleti olacaq. Tərkibində nələr olacaq, hamısını bir-bir sizə deyəcəm. Deməli, tərkibində nələr olacaq, mən sizə deyim. Bunu biraz ortaya gətirim ki, izləyicilərimiz də görə bilsin. Deməli, tərkibində nələrdir? Qırmızı bibər, sarı bibər, yaşıl bibər, yer kökü, göbələk və tərkibində şüd olacaq. Bir də biz qatacaq buna yumurta, un və s. Onları da ilərləyən dəqiqələrimizdə göstərəcəm. Bu tərəvəz kotleti ətsiz olur. Kamran, elə də deyirsən ki, ətsiz olur. Adından bəllidir ki, bu tərəvəz kotletidir. Hə, niyə görə ətsiz olur, niyə dedim? Çünki bəzi izləyicilərimiz var ki, ətdən heç istifadə eləmirlər. Bunları qabımıza əlavə elədik. İndi hal-hazırda yumurta əlavə eləyəcəm. Bir dənə yumurta əlavə eləyəcəm. Mən əslində gözləyirdim ki, mənim dostum mənə desin ki, bəs bunu qarışdıranda əlcədən istifadə edəcəksən. Səni gözləyirdim ki, o səhvi edəsən, mən də sənin üzünə vuram. Yox, da artıq mən o səhv eləmərəm. Artıq sənə elə bir şans yaratmayacağım. Artıq hər şey diqqət edirəm. Məncə yetərincə qarışdırdım. İndi biraz duzunu, istiotunu əlavə eləyək. Az miqdarda duz. Biraz da istiot. Yəni qara toz biber. Kotletimiz dağılmasın deyə biraz üstünə un əlavə edirik və bir gözəl bunları yoğururuq. Əgər un az oldusa, üstünə tezdən əlavə eləyə bilərik. Kamran, məncə çox un əlavə eləməyək, çörəyə dönər bir də. Yox, inanmıram. Çünki əlimdə mən bunu hiss edirəm artıq, nə qədər yapışdığını, nə qədər az olub, çox olduğunu hiss edirəm. Artıq bunu qızarda bilərik. Demək olar ki, hazırdır. Biraz yağ əlavə eləyək tavanın dibinə. Tava biraz qızdı. Biraz yağ əlavə elədik. Biraz da bax, belə eləyirik. Yağ hər yerinə yayılsın. Artıq xodunu alıram. Məncə tava yetərincə qızdı. Kamran, tamaşaçılarımız məncə bu tərəvəz kotletinə istəsə toyuq filesindən də istifadə edə bilər. Mən belə düşünürəm. Düzü mən də düşünürdüm. Hətta bir dəfə mən bunu yoxladım. Evdə mən bunu toyuq filəsindən, yəni toyuğun döş ətindən ət maşınından keçirtdim. Əslində hətta çox dadlı da oldu, çox gözəl də oldu. Amma bu dəfə nədənsə düşündüm ki, sırf ətsiz eləyim. Məncə də bu da çox gözəldir. Bir dəfə bunu sınayın, bunun dadına baxın. İstəsəz ağız dadınıza görə dəyişib, yəni üstünə əlavə eləyərəkdən toyuq ətini əlavə eləyə bilərsiniz. O da çox dadlı olur. Əziz izləyicilərimiz, artıq yeməyimiz demək olar ki, hazırdır. Mən istəyirəm yeməyimizi boşqabımıza çəkim. Biraz da gözəl bəzək üçün kahadan da əlavə elədim. Yeməyimizi çəkirəm və masaya qayıdacam. Dadını sizlərlə bərabər yoxlayacam. Deməli, yeməyimiz hazırdır. Bu dəfə həm yemək olaraq sevdiyim yemək olduğuna görə, həm də biraz altından kahı qoydum. Daha zövqlə bəzədim. Ancaq gözəllikdən də əlavə, Kamran, tamaşaçılarıma məsləhət görərdim ki, elə kahını da bəhbəhlə yesinlər. Çünki kahı da çox xeyirli bir şeydir. Təbii ki, mən də səninlə razıyam. Kahı da çox tərkibində bol vitaminli
tərəvəzlərdən biridir. Amma mən daha çox hal-hazırda bişirdiyim yeməyə önəm verirəm, dadına baxıram. Doğrudan da dadı çox gözəl, çox bəyəndim. Sizlərə də məsləhət görürəm, əziz bizi izləyən izləyicilərimiz. Siz də bu reseptə baxın, belə bir gözəl səhər dietik yemək hazırlayın, yiyin, nuşucan olsun. Bu arada bizi izləyən izləyicilərimizi demək istəyirəm. Kamran və həmişə sizlərlə bərabərdir. Bizdən ayrılmayın. Sağlam qida, sağlam bədən. Sağ olun.